Herkese salam, kanalıma və yeni vloguma xoş gəlmisiniz. Necəsiz qızlar? İnşallah hər kəsin keyfi və əhvalı yerindədir. Bizlər də çox şükür yaxşıyıq. Səs yazıram videonun üzərinə, Ravi də yanımdadır. Səslər çıxardır. Onun da sizə salamı var. Sizlər nə edirsiniz? Keçən vlogumu biraz bəyənməmişdiniz deyə bu dəfə də təmizliklə başladım. Həmişə kargolarla başlayıram. Bu dəfə dedim yox, təmizliklə başlayayım, amma aralarda yenə kargo açılımı eləyəcəm. Siz isə çayınızı, kofenizi süzün, əyləşin ekran arxasına. Xoş izləmələr hər birinizə. Əgər yox iş görürsünüzsə, onda da yorulmayasınız. Yemək yeyərkən izləyənlərə də nuş olsun. Qurutmada paltarlar var idi, qətvə falan. Onları yerləşdirdim yerlərinə. Mənim belə orqanayzerim var. Əvvəl Əhməd tərəfdə olanda Səmra adlı bir mağaza var idi, cəhizli yeri. Tez-tez ora girərdim. Oradan almışdım 10 manata. Çox gözəl bir məhsuldur. Uzun ömürlü bir şeydir. Hələ indiyana kimi cırılma falan olmayıb. Artıq 10 ilə yaxındır mən istifadə edirəm o orqanayzeri. Həmişə də elə qətvələr falan yerləşdirirəm. Çox da gözəl, səliqəli qalır. Çay dəsmallarında xlora qoymalıydım. Bilirsiniz ki, çox vaxt hamamda qoyuram tasın içərisində. Amma bu dəfə düşündüm ki, elə moykanın içərisində təmiz idi. Dedim elə orada qoyum. Xloru falan tökdüm. Biraz saxladım ki, ləkələri tam çıxsın. Mən qaynatma eləmirəm. Çünki öyrəşməmişəm qaynatma etməyə. Həmişə xlora qoyuram. Biraz qalır, ləkələri çıxır. Daha sonra atıram paltar yanına yuyulur. Bu dəfə də elə moykada elədim. Təmizlədim hər birini. Ləkələri də tez çıxır onsuz da xlora qoyanda. Sizə çox gələ bilər, amma mən həqiqətən çox istifadə edirəm çay dəsmallarını. Mikrofiber əskiləri falan tez-tez dəyişirəm. Hər birini səliqəli təmizləyəndən sonra bir həftə rahat işlədirəm. Hər dəfə xlora qoymuram amma, çünki nə də olsa parçanın materialını pis günə qoyur xlor. Əgər 2 dəfə adi paltar yanına atıb yuyuramsa, 3-cü dəfədə mütləq şəkildə xlora qoyuram. Qızlar, bu şəkildə gördüyünüz mənə abunə olmayan izləyicilərin statistikasıdır. 64% abunə olmadan izləyənlərdir. 7 günün statistikasıdır bu, yəni çox uzaq bir vaxt ərzində deyil. Son 7 gün ərzində kanalımı izləyən izləyicilərin 64% abunə olmadan izləyənlərdir. Hələ də o 64%-in içindəsinizsə, zəhmət olmasa abunə olun. Dəstəyiniz mənim üçün önəmlidir. Ən rahat yemək toyuqla kartofu, yəni file əsasən biz toyuq çox vaxt yemirik. File ilə kartofu qarışdırdım, qoydum duxovkaya. Üzərinə də biraz biber, kərə yağı. Axşama yeməyimiz hazır. Burada da qızlar Temudan aldığım bu çirkli səbətinin bir tərəfi cırılmışdı. Onu başladım tikməyə elə qurutmanı qoşmuşkən.
Nə yaxşı ki, bu qurutmanı da almışıq qızlar. Bunu biz 1100 manata almışdıq. Mama hədiyyə eləmişdi bizə. Hardasa 2 il bundan əvvəl. Evlilik il dönümümüzdə mama hədiyyə etmişdi. Çox sağ olsun. Həqiqətən can rahatlığıdır. Allah istəyən hər kəsə də qismət eləsin. Ürək istədiyi ev əşyalarını falan, ürək istədiyi kimi ev qismət eləsin. Daha sonra da içini qəşəng doldurmağı nəsib eləsin. Burada o qədər sürətli qoymuşam ki, videonu öz başım ağrıdı izləyərkən. Amma yəni də uzun olanda da bəzən olur ki, maraqsız gəlir. Sadəcə paltar ütüləmək kimi yerləri uzun göstərəndə ürəyinin sıxılmasın deyə elə tezləşdirmişəm. Qızlar, yenidən izləyicilərimə hədiyyə verməyi planlaşdırıram. Bilirsiniz ki, mənim gəlir yerim yoxdur. Sadəcə Temudan linklər vasitəsilə çox az bir miqdarda gəlir əldə edirəm. Səhv anlaşılmasın, bu gəlir kartıma köçmür. Sadəcə orada xərcləməyim üçün bir vəsait olaraq ayrılır. Bunu da daha əvvəlcədən izləyicilərimlə paylaşmışam hədiyələr vasitəsilə. Yəni nə qazanmışıqsa birlikdə qazanmışıq, onu demək istəyirəm. Bir ara ikinci kanalımı da təsdiqləmişdim. Mənim digər Asmır olan kanalımı da təsdiqləmişdim, amma daha sonra ləğv etdi. Ona görə indi o kanalımdan gəlir əldə etmirəm. Heç orada nəsə paylaşmaq da artıq paylaşmıram. Sırf Temuya görə açmışdım. Onu da Temu qazancı ləğv etdikdən sonra artıq orada heç nə paylaşmıram. Elə ancaq evimiz vloqa yükləyirəm bütün videoları. Evimiz vloqun da qazancı bir ara dayanmışdı. Yenidən aktivləşib. Amma bəzən olur ki, videolarımı qəbul etmir, hər hansısa bir problem falan çıxardır. Ona görə çox da qazanc əldə edirəm deyə bilmərəm. Yenə də istəyirəm ki, izləyicilərimə hədiyyələr verim. Nə də olsa bu mənim kanalımın aktivliyinə də təsir eləyir. Abunə sayım da artır bəzən olur ki. Ona görə də istəyirəm yenə izləyicilərlə hədiyyələr bölüşüm. Yenə çalışdığım qədər hədiyyələşmə edəcəm. Yeni bir yarışma keçirmək istəyirəm kanalımda. İnşallah tezliklə videosunda paylaşacağam shorts olaraq. Layiq olan qazansın deyirəm. Əvvəllər sırf şərhlərə baxaraq izləyicini seçirdim. Kimin daha çox şərhi var idisə, ona görə seçirdim. Amma sonra gördüm ki, bəzi izləyicilər girib digər vloqlara, yəni 1 dəqiqə ərzində 3-4 dənə vloqa girib şərh yazırlar, sırf şərhi çox olsun deyə. Ona görə də artıq o cür seçmək istəmirəm. Amma nə də olsa bilirəm kim nə qədər izləyir. Artıq hər izləyicini demək olar ki, tanıyıram. Bilirəm kim nə qədər izləyir videolarımı. Yenə də ümid edirəm ki, haqsız bir seçim olmayacaq, ədalətli bir seçim olacaq. İnşallah görək, yeni yarışma keçirəcəm. Biraz nasaz idim, üstünüzə sağlıq. İndi karqonu açıram, mikrofonumu taxmışam, bilmirəm səsim sizə necə gəlir, inşallah yaxşı eşilərsiniz məni. Əslində bunu elə bağlı qalmağı məsləhət idi, sadəcə baxmalıyam içərisində qırıq falan yoxdur, hamısı salamat gəlib çıxıb. Çünki bunu bu ev üçün almamışam, xəyalımdakı evim üçün almışam, inşallah istifadə etməyə də qismət olar. Neçə dənə qutunun içinə qoyublar. Bunun özü elə böyük bir qutudur, ona görə çıxartmıram. Deməli qızlar, bunun içərisində 12 nəfərlik səhər yeməyi takımıdır. Belə bir qabları çıxır 2 ədəd. Sonra belə bir qabı var. Gəlin mən hamısını açım, daha sonra sizlərə göstərim. Və qızlar, qabları tamamilə açdım. Burada 12 nəfərlik səhər yeməyidir. Mənim əslində həmin o xəyalımdakı ev üçün aldığım və saxladığım bir səhər yeməyi takımı var idi. Amma onu noyabr ayları idi, səhv eləmirəmsə, evimizə bir qonaq gəlmişdi, yeni gəlin idi deyə elə ona hədiyyə etdim. Ona görə də səhər yeməyi takımım yox idi. Bilirsiniz ki, çaynikdir, daha sonra bıçaq setidir, kofe aparatına kimi hər şeyi almışam. Bir dənə belə qabları almamışam. Hətta vilka qaşığını da almışam. Axırıncı dəfə Temudan qızılı rəngli vilka qaşıq da almışdım dəst olaraq. Belə bir set görmüşkən dedim alım. 12 nəfərlik idi nə də olsa, gündəliyə də istifadə edərəm. Bu ikisi ortaya qoyulan bir qab olaraq nəzərdə tutulub, ona görə 2 ədəddir. Qablaşdırma olaraq çox gözəl qablaşdırılıb. Deməli, 4 ədəd belə dizaynlı boş qabdır, 4 ədəd belə və 4 ədəd də belə üzərində yarpaqlarla olan şəkillərdə boş qabdır. İnşallah bunları da tezliklə istifadə etməyə qismət olar və belə qızlar, bunları da qablaşdırıb qoyuram yerlərinə.
Bura kimi izləmişsinizsə və hələ də kanalıma abunə deyilsinizsə, zəhmət olmasa abunə olmağı və videonu da bəyənməyi unutmayın. Dəstəyiniz mənim üçün önəmlidir. Abunə olun ki, ailəmiz daha da böyüsün. Kanalım daha yüksək zirvələrə gəlib çıxsın inşallah sizlərin də dəstəyiniz sayəsində. Və burada da keçdim artıq paltarlara qatlanmağa. Bizim evin paltarı bitmir. Uşaqlar demək olar ki, gündə ən az 2 dəfə paltar dəyişirlər. Və hər gündə özümüzün paltarı falan. Bir daha baxıram ki, yenə çeki səbəti dolub. Buradan yuyuram, buradan qatlayıb yerinə yığıram. Yenə çatdıra bilmirəm. Digər vlogdan fraqmentlərdir. Onları montaj eləyirəm. Həm öz düzəltdiyim videoya baxıram və həm də paltarları qatlayıram bir tərəfdən. YouTube-da paylaşım edən xanımlar da məni dəstəkləyəcək. Nə qədər də asan görünsə də, ən çətin hissə elə videonu montaj eləyib ərsəyə gətirməkdir. Hələ bu vlog, üstəlik də izləyicidən bəyənmədim deyə yorum alanda ümumiyyətlə insanın keyf əhvalı pozulur. Uşaqların dolabını mən nə qədər səliqəli saxlamağa çalışsam da, Ajdanın bir dəfə paltar dəyişməyinə baxır ki, hər yerə elə bil bomba atmısan. Yığmaqla da arası yoxdur. Ona görə bəzən qarşılıq ola bilir dolabın içərisində. Bütün geyimlərini aşağı veşilkaya asmışam. Çünki yuxarı veşilkada biraz dəyişiklik eləmişəm. Mən necə rahatdırsa elə də dəyişmişəm şkafı. Əslində düzəltdirən zaman hər bir şeyi bəyənmişdim. Çox da gözəl alınmışdı. Amma daha sonradan mən qərarsız tərəzi olduğum üçün çox dəyişikliklər etdim. Nə qədər ki balacadılar. Ona görə də öz xoşuma görə dəyişiklik eləyib özüm istifadə edirəm dolablarını da. Bu dəfə də şəkərpare adında şirniyyat hazırladım qızlar. Gəlin indi resepti sizinlə də bölüşüm. Qazana 4 stəkan su əlavə edirəm. Dörd stəkan su üzərinə 3 stəkan da şəkər tozu töküb şərbət bişirirəm. Son vloqum izləyicilər tərəfindən o qədər də bəyənilməmişdi. Etiraz etmişdiniz ki, Temu videoları izləmək istəmirik. Daha çox təmizlik videolarına baxmağı sevirik. Mən də gündəlik həyatımdan videolar paylaşıram sizlər üçün qızlar. Ən çox da xatirə qalmağını istədiyim, ya nəyisə aldığım zaman kargo açılımını etdiyim videolar, bəzən resept, bəzən təmizlik. Yəni həmin gün keyfim necədirsə, əhval-ruhiyyəm necədirsə, həmin cür videolar paylaşıram. Hər gün təmizlik edə bilmərəm əlbəttə ki. Çalışacağam bundan sonra tez-tez vloqlar paylaşım. Həvəsdən düşmək istəmirəm. Deməli qızlar, şərbəti qoydum soymağa. İndi bunları qarışdıracağam. Burada 3 ədəd yumurtadır. Sarısını üzəri üçün ayırdım. Bir dənə sarısı. Burada 125 qram kərə yağıdır. 1 armudlu stakan duru yağ. 1 armudlu stakan manna. 1 armudlu stakan şəkər pudrası. 4 stakan un lazım olacaq. Onu da az-az tökəcəyik. Vanil və qabartma tozu. Bunları hamısını qarışdırıb forma verib bişirəcəm. Belə də həvəsə gəlmişkən Temu videosu istəmirik. Temu vloqlarınız maraqsız olur deyən izləyicilərin şərhlərini də görəndə lap həvəsdən düşürəm. Ona görə də siz də abunə olun, videonu bəyənin. Bəyənməsəz də canınız sağ olsun. Amma dediyim kimi çalışacağım tez-tez vloqlar paylaşım. Nə də olsa mən bu hobbimi sevərək eləyirəm. Gündəlik həyatımda da nə baş verirsə, onu da çəkib sizinlə paylaşıram. Sadəcə bəyənmədiyiniz yer olanda da qabağa ötürün. Başqa heç nə deyə bilmərəm. Xəmirimi yoğurdum. Bu qədər də unum qaldı. Demək olar ki, yarım stakan un qalmış oldu. Xəmirim də baxın belədir.
Ona görə yəni çox un qatmıram ki, yaxşıdır. İndi bunları forma verib qoyacağam bişməyə. Bir də mən bəzən nəyi başa düşmürəm. Mən vloqda söhbət eləyirəm, danışıram. Eşitməmiş kimi, yəni heç kim o barədə yorum yazmır. Yorum yazanların da əksəriyyəti ancaq müsbət rəylər olur, əlbəttə. Çox sağ olun müsbət rəylərinizə görə, amma bəzən olur ki, suallarıma cavab ala bilmirəm. Ya düşünürəm ki, vloqları sona kimi izləmirsiniz və yaxud diqqətlə izləmirsiniz. Sadəcə ötürə-ötürə qabağa gedə-gedə videonun nədən ibarət olduğuna dair bir yorum yazırsınız. Mənə elə gəlir ki, əyləşib vloqu tam axıra kimi izləyən izləyicilər çox azdır. Ona görə də bəzən həvəs olmur vloq çəkməyə. Shortslar yaxşıdır, izlənir, amma vloqlar o qədər də ürək açan deyil. Və qızlar şirniyyat şərbətini çəkənə kimi də şalları çimizdirdim, elədim. Gördüyünüz kimi. Sizlər də hazırlayın. Çox dadlı bir şirniyyatdır. İndi özümə bir çay süzüm. Və burada da artıq vlogumu sonlandırıram qızlar. İzlədiyiniz üçün təşəkkür edirəm. Abunə olmağı və videonu da bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.